Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala nəbiyina Muhammed və ala alihi və ashabi əcməin. Əmmə ba'd. Elə buradan başlayayım ki, deyəcəksiniz ki, məscidin içində niyə qalın papaq qoymusan? Açığı desək, əslində məscid elhamdülillah istidir. Məsciddə papağa ehtiyac yoxdur. Lakin o qədər üşümüşəm, xüsusən də isti ölkədən gələn adam birdən-birə gəlib, marozun içinə düşməsi biraz, yəni ki, ağır, çətin şeydir. Ona görə qusura baxmayın, canın sağlamlığı daha önəmlidir. Tövsiyəm, qardaşlar, ondan ibarətdir ki, günahları elm əhlinin bəziləri iki qismə bölür. Günah var, Allahla insan arasında olan günah. Günah var ki, Allahla insan arasındadır və o, insanla insan arasında da keçir. Allahla insan arasında olan günah odur ki, məsələ bir insan yalan danışır. Və yaxud da haram olan bir şey yeri, haram olan bir şey içir. İnsanla ilgili olan günah, məsələ, kiminsə malını oğurlayırsan, kiminsə qeybətini edirsən, kiməsə böhtan atırsan, burada artıq məsələ, nə məsələsi olur? İnsan haqqına girmək məsələsi olur. Bu birinci tərəf, bunların hamısı çirkindir, müsəlman hamısından çəkinməlidir və bu şeylərdən hansısa baş versə, müsəlman halallığını alıb insan haqqı varsa, Allahın özü arasında olan günahsa tövbə eləməlidir. Bu, qısa tövsiyədir, toxunmaq istədiyim bir önəmli məsələdir. İslam baxımından daha pisi odur ki, bir müsəlman günahı eləyərkən, o günahı insanla özü arasında deyil, qul haqqı olaraq deyil, o günah sayəsində bir insan İslamdan insanın nifrət etmələrinə kimlərinsə səbəb olar. Yəni, sən elə bir günah eləyirsən ki, bununla təmiz olan, pak olan İslam dinini ləkələyirsən. Sənin sayəndə, səndən törənən bu günahın sayəsində insanlar İslam dinini yanlış başa düşür. İslam dinindən uzaq durmağa çalışırlar və müsəlmanlara da pis baxırlar. Bu cür bir günaha insanın yol verməsi Allah qatında çox təhlükəlidir. Cənubi Afrikada məşhur olan xristiyanlarla, yahudilərlə daimi şəkildə mübahisə, münazirə edən və onları çox super bir şəkildə, çox görkəmli və dəyərli bir şəkildə susturmağı bacaran məşhur bir münazaraçı var. Əhməd Didat Rahiməhullah. Əhməd Didat Rahiməhullah bu İslam dininə ən çox əsrimizdə xidmət eləyən alimlərin, elm adamlarının içindədir. Çünki onun İslam, Xristiyan, İslam, Yahudi münazaralarında göstərdiyi mövqey, əqidədən tutturmuş, şəri əhkamların uzlaşdırması və onlara gerçəkdən əqidələrinin təhrif olunduğunu öz kitablarına sübut eləməsi böyük bir zəhmətin sayəsində gerçəkləşən əməllərdən biridir. Əhməd Didat Rahiməhullah deyir ki, İslamın ən böyük düşməni cahil müsəlmandır. Çünki kafirin düşmənçiliyi bəllidir. O, nə qədər tavır göstərsə də, anti-İslam hərəkət eləsə də, başqaları onun İslam düşmanı olduğunu bilir, onun sözü keçmir. Amma cahil müsəlman eləyəndə, onun sayəsində insanlar İslam dinindən nifrət eləyir, insanlar İslamı ləkələyir və İslamdan qaçırlar. Və cahil müsəlmanın İslama zərəli onlardan daha çox olur. Fikir verin. Ona görə, qardaşlar, diqqətli olun. Elə bir müsəlman olduğunuz halda, elə bir günaha yol verməyin ki, sizin sayənizdə insanlar İslam dinindən qaçsınlar. Məsələ, misallar çəkəcəm sadəcə bir neçəsini ki, hətta təsəvvürünüzdə olsun və bununla ilgili çox misallar çəkmək olar. Məsələn, onlardan biri
bir müsəlmanın yaşadığı bölgədə maşını hədsiz sürətlə sürməsi. Avtoşluq eləyirsən, maşını buksavat elətdirirsən, tozlatırsan cəmaatı, üstünə su tökürsən yoldan keçəndə, nə bilim, gecə saat 2-də, 3-də motorun yüksək səslə sürürsən, kimdir? Məsələn, filan dindardır. Sənin bu sayəndə insanlar İslama nifrət edir. Budur sənin əxlaqın, ədəbin, tərbiyən, dinin budur. Onlardan biri, qardaşlar, misal üçün, bir müsəlman ağzına siqareti qoyub, millətin içində siqaret çəkməsi. Üzündə də hələ saqqal olarkən bunu eləməsi çox çirkin insandır. Çox çirkin bir əməldir. İnsanlar gerçəkdən baxır, deyirlər, bunun dini, bunun əxlaqı, bunun imanı zadı olsa, bu çirkin işi eləməz. Bunu səndən cahil olan insanlar sənin bu əməlini yaraşdırmırlar. Və sənin bu əməlin İslam dininə zərər verir. Daha da pisi nədir? Bir müsəlmanın nəişə çəkməsi, narkotiklə məşğul olması, gedib qəliyən zad çəkməsi, daha pisi nədir? Daha sarhoş edici maddələri işlətməsi. Bunlar çox çirkin şeylər. Və daha pisi nədir? Bir hicablı, bir dindar qadının fahişəlik etməsi. Bunlar İslam dininə vurduğu zərər qədər kafirlər, müşriklər İslama o qədər zərər vura bilmirlər. Bəziləri başı örtülü olub da, örtü altından fahişəlik eləyib, zina eləyib, oğlanlarla yazışıb görüşərsə, hicablı qadınları, bir çoxları bu cür aferist, alçaq, şərəfsiz, xain və zinakar görürlər. Elə bilirlər ki, pərdə altından hamısı belədirlər. Və yaxud da biri müsəlmanam deyib, üzündə üstəlik də saqqal saxlayıb, müsəlman kimi cəmaatın içində tanınıb, sonra gedib bir qrupun içində nəişə çəkməsi, iynə vurması, narkotik maddələr işlətməsi, uyuşturucu tabletkalar atması, belə bir insan haqqında dindar olduqdan sonra belə şeylərin gerçəkləşməsi, gerçəkdən bir çox insanların İslam dinindən nifrət eləməsinə səbəb olur. Deyirlər, yəni sizin dininiz budur ki, gizdində olanda, cəmaat görməyəndə bu qələtləri eləyirsiniz, bu pislikləri eləyirsiniz, bu şərəfsizlikləri eləyirsiniz və yəni cəmaat məhkidə gedəndə mi ağıllı olursunuz? Yəni dindarların yanında mı ağıllı olursunuz? Ona görə biz necə görsəniriksə, gizlikdə də, təklikdə də, ailənin yanında da, qardaşların yanında da, hər yerdə də eyni sifəti daşımalıyıq. Bir müsəlman olaraq ola bilər ki, insan içki içib, sonra tövbə eləmiş olsun. Ola bilsin, narkoman olsun, sonra tövbə eləmiş olsun. Ola bilsin ki, oğru olsun, sonra tövbə eləmiş insan olsun. Biz tövbə eləyib, haqq yolu gələn insanlardan danışmırıq. Hər kəsin keçmişində bir nöqsan olmuş ola bilər. Mən onlardan danışıram ki, sən həm dindarsan, bir dindar, bir müsəlman adı daşıyırsan, bir dindar kimi, dini örnək insan kimi görsənirsən, amma əl altından sən bu pislikləri eləyirsən. Belə insanlar dinin düşmənləridir, qardaşlar. Belə insanlar, vallahi deyirəm, İslama çox zərbə vururlar və müsəlmanların aralarında olan üz qaralarıdır bunlar. Və bu cür çirkin günahlardan mütləq çəkinmək lazım. Və hətta bilinsə ki, belə bir insanlar var ki, nəişə çəkirlər, sonra sərxoş edici tabletkalar atırlar, iynə vururlar, qəliyən çəkirlər, bunu elirlər, o elirlər. Belə insanları uzaqlaşdırım, belə insanlardan uzaq durmaq lazım. Hətta özünü qoruyasan deyə. Çünki o gizlində eləyirsən, onu bilməyəndə və yaxud da sən onu bilib susanda, sən də onunla görəndə, sən də onun mislində ikizli görəcəklər cəmaat. Şəriətdə bir qayda var. İctinəb məvaqi'il tuham. Bunu əzbərləyin. Bu məclisdən çıxmamış hər kəs əzbərləyin. İctinəb məvaqi'il tuham. İttiham olunan məqamlardan uzaq gəzmək. Bu dini təməllərdən. Harada ki, sənin ittiham olunmaq ehtimalın var, oradan uzaq gəzməlisən. İttiham olunduğun məqamlardan uzaq ol. Məsələ, sənin bu yerdə olmağın, gərdən baxanların şübhəsini doğuracaqsa ki, sən burada niyə durursan, o yerlərdən uzaqdır. Məsələ, tutaq ki, burada çayxana, kafe var, orada nəişə xorar, yığılırlar, nəişə çəkirlər. Qəlyan çəkirlər, müşlük çəkirlər, zurna çəkirlər, nə çəkirlər? Sən gedib orada durma. Sən gedib orada durma.
Çünki oraya pis baxan adam, oraya gedən hər kəsə pis baxar. O yerdən uzaqdır. Bura tutaq ki, səhər kafe, restorandır, axşam diskotekadır. Sən gedib o yerdə çörək yemə. Çünki oranın adı diskoteka kimi tanınırsa, hal-hazırda sən orada olanda musiqi, daram, durum, zad olmasa da, səni görən müsəlman elə biləcək, bu diskotekadır. Sənə halal olmayan bir qadından, yəni ki, xəlvətdə qalma. Heç zaman. Hətta sən ondan hər şeydə uzaq olsan belə, sənə bir zinakar, fahişə kimi baxacaqlar. Baxın, Rasulullah sallallahu aleyhi ve sellem bir gün zövcələrinin biri ilə məsciddən çıxırdı. Gecə qaranlıqda. Məsciddən çıxarkən zövcəsi ilə, arvadı ilə. İki sahabə də yoldan keçirdi. Peyğəmbəri görəndə sallallahu aleyhi ve sellem utanırlar. Ki arvadının yanındadır. Biz tez keçək ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə sıxıntı verməyək. Onlar keçməyə çalışanda Peyğəmbər sallallahu aleyhi ve sellem onlara deyir ki, durun. Dayanın. Mənim yanımdakı zövcəm filandır. Sahabələr başını aşağı dikir, deyir, ya Rasulallah, biz səndən şübhələnirik ki, subhanallah. Haşa biz səndən şübhələnməzik yanında başqa adam olmağına. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, şeytan qan damarda gəzən kimi sizin damarlarınızda gəzir. Sizə şübhə və vəsvəsə gətirə bilər. Bu hədisin, bu məsələyə dəlil gətirirlər ki, şübhəli məqamlarda bəyanat lazımdır. Ona görə, qardaşlar, nəyişə çəkən insandan oturub dursanız, iynə vuran insandan, qəlyan çəkən, fasiq, fisk əhlindən oturub dursanız, sizə də onların ittihamından vuracaqlar. Amma o kəsdən danışmırma, tutaq ki, bu insan sağlamdır. Bu insanda heç bir problem yoxdur. O insana böhtən atırlar, sən onun yanında olmağında heç bir problem yoxdur. Bu insan böhtana maruz qalıbsa, sən onun yanında olmağında heç bir problem yoxdur. Məsələ, bəzi saf qardaşlar var, əhl-i sünnə vəl cəmaa, sələfi əqidəsini daşıyan. Mən şəxsən bunun şahidiyəm. Amma kimlərsə onu sevmir deyə bu insana pis ləqəblər qoyurlar, təkfirçidir, odur, budur. Sonra da səni, onlar onu böhtən atdığına görə, onunla görəndə, səni də güya onunla oturub durursun deyə ləkələyirlər. Bəzi, yəni ki, özünü bilməyənlər belədir. Bəzi özünü bilməyənlər, şəriəti öz mənfəətinə istismar eləyənlərin halı budur, qardaşlar. Zaten biz bu oyunu oynayanların gerçək sifətlərini tanıyırıq, bilirik kimlərdir bunlar. Səndən elələri var ki, hətta səndən biznes qurub, aranızda anlaşılmazlıq olub, ayrılıblar, səndən intiqam almaq üçün adını təkvirçi çıxardır. Belə çox fitnəkar insanlar var. Mən danışdığım şey, ittihama, böhtana məruz qalanlardan gedir. Gerçək o pis əməl sahiblərindən gedir. Aydındır mı, qardaşlar? Allah bizə istifadını bilsin. Və sallallahu aleyhi ve sellem və barəkən aleyhi ve Muhammed və aleyhi ve sellem. İxlasla.com saytı tərəfindən təqdim olundu.